Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilərimiz. Biz bu gün səhiyyədəki vəziyyətdən danışacağıq. Özəl və dövlət sektorunda vətəndaşlara göstərilən xidmətin səviyyəsi və ümumilikdə səhiyyəmizin bugünü. Müsahibimiz səhiyyə idarəçisi Ayriz Cəbrailovdur. Doktor, hər vaxtınız xeyir olsun, xoş gördük sizi. Doktor, istərdim öncə ondan başlayaq ki, tibbi xidmətlərin keyfiyyətini necə dəyərləndiririk? Hər vaxtınız xeyir olsun. Təşəkkür edirəm dəvətinizə görə Mətanət xanım. Mövzumuza gələndə isə tibbi xidmətlərin keyfiyyətini biz 3 müstəvidə dəyərləndiririk. Biri klinik nəticə, ikinci xəstə məmnuniyyəti, üçüncü isə resursların belə deyək də dəyərləndirilməsidir. Klinik nəticə deyəndə hər kəsin bildiyi, yəni pasiyent həkimə nə üçün müraciət edir? Sağlamlıq tapmaq üçün. Bu aspektə baxanda bu aspektin də bir neçə belə deyək də alt aspektləri var. Onlar da nədədir? Yəni müasir dövrdə bir xəstəxananın və hər hansı bir tibbi qurumun mütləq nəticəsi xəstə sağlamlığı deyil. Xəstə sağlamlığı kompleks şəkildə təqdim edə bilməkdir. Yəni nə? Protokollara düzgün riayət olunması, Bəli. Maksimal dərəcədə xəstə ilə empati qurulması və ən əsası tək fiziki sağlamlıq deyil, sonrakı dönəmdə xəstənin psixoloji sağlamlığının da təmin olunması. Bu belə deyək də klinik sağalma, kliniki yanaşmadır. İkinci mərhələdə bu xəstə məmnuniyyətidir. Bu dəqiqə ən mühüm məsələlərdən biridir. Nəyə görə? Budur. O məmnuniyyət varmı? Bu məmnuniyyət varmı? Bu geniş bir sualdır. Bunu çözələsək, bir həkimdən soruşsaq ki, xəstə məmnuniyyəti nədir? Belə deyək də, orta statistik bir həkimdən, hamısına şamil eləməyək təbii. Bu, birincil olaraq cavab verir ki, mənim xəstəm sağalıbsa, demək ki, məmnuniyyət tamdır. Lakin bu beynəlxalq standartlarda bu belə deyil. Təbii, həkimin ümumi vəzifəsi xəstəni sağlamlığına qovuşdurmaqdır. Lakin beynəlxalq standartlar bunu göstərir ki, tək xəstəyə fiziki sağalma deyil. Bununla yanaşı bütün proses dönəmində xəstənin empati qurma qabiliyyəti. Daha geniş həcmdə götürsək, xəstəxanaya daxil olan bir pasiyentin, bir tibb müəssisəsinə daxil olan bir pasiyentin növbədən qeydiyyatdan başlayaraq, sonda taburcu belə deyək də, bitirib xəstəxanadan çıxanı bütün proses xəstə məmnuniyyətini təmin eləməlidir. Bəli. Və bu açıdan baxanda isə bəli, ciddi problemlər var. Ümumi prosesdə xəstənin məmnuniyyətsizliyinə gətirir çıxarır. Nəyə görə? Onlayn qeydiyyat sisteminin olmamağı. Məsələn, bir çox xəstəxanalarda və yaxud olan tərzdə o reqlamentə uyulmamalar. Burada reqlamentə uyulmama deyəndə biz burada həm personalın, həm həkimin, həmçinin dolayısıyla xəstəmizin də bir rolu var. Nədən? Deyək ki, orta statistik bir həkim öz müayinəsi üçün 20 dəqiqə, 15 dəqiqə reqlament qoyursa, özəl müəssisələrdə, təbii ki, dövlət müəssisələrində bu müddət daha qısadır. Reqlament qoyursa, əlavə suallar, xəstə yaxınlarının müdaxiləsi və yaxud xəstənin profil biliklərinin az olması, ümumi dünya görüşünün az olması həkimdən tələb edir ki, təbii ki, ona daha çox zaman ayırsın. Bəli. Və bu da yekunda reqlamentə... Həkimin düşüyor deyilmi əslində? Xəstə məmnuniyyətinin, vətəndaş məmnuniyyətini təmin etmək. Vətəndaş məmnuniyyətini təmin eləmək təbii ki, həkimin ümumi vəzifələrindən biridir. Amma burada... İstisnalarda əlbəttə ki, problemli xəstələr də ola bilər. Biz ondan danışmırıq. Biz ümumən danışırıq əlbəttə ki. Bunu ümumiləşdirsək, bəli, həkimin ümumi vəzifələrindən biri də empati qura bilməkdir. Doktor, icbari tibbi sığortanın tətbiqi səhiyyə xidmətlərinə hansı təsir göstərir? Müşahidələriniz nə deyir? Müşahidələrim və yaşadıqlarım və hal-hazırda fəaliyyətimdən yönəli deyim ki, icbari tibbi sığorta ümumi olaraq Azərbaycan səhiyyəsi üçün atılmış çox ciddi və verimli bir addımdır. Bunu heç bir halda istisna eləmək olmaz, inkar da eləmək olmaz.
Amma problemlər yoxdurmu? Problemlər varmı? Təbii ki, var. Yoxdurmu? Var. Bütün Əlbəttə. yəni icbari tibbi sığorta formatında bütün dünya ölkələrində bu problemlər var. Baxın, biz beynəlxalq təcrübəyə dən müşahidələrimizə və yaxud oxuduqlarımıza, bildiklərimizə əsasən deyək ki, icbari tibbi sığorta ümumiyyətlə sosial tibbi sığorta anlayışı istər Avropa ölkələrində, istər Şərq ölkələrində hər kəsdə, hər bir dövlətdə bu fərdidir. Yanaşma fərdidir. Bəli. Burada istər dövlətin siyasi-iqtisadi vəziyyəti, istər xalqın, millətin bir ənənələri hamısı nəzərə alınmaqla tərtib olunur. Və beynəlxalq təcrübədə uğurlu modellərdən biri olan, məsəl üçün də Almaniyada bir Bismarck dönəmindən hələ də çalışdıqları, düzdür, dövrü olaraq yenilədikləri, öz yeniliklərini daxil etdikləri bir model var. Onun da qüsurları var. Onun da müxtəlif belə deyək, mənfi cəhətləri var. Bəli. Amma Azərbaycandakı sistemə nəzər salsaq, icbari tibbi sığorta sisteminin təkmilləşdirilməsinə, daha da təkmilləşdirilməsinə ehtiyac duyulan hansı məqam var? Ən böyük yetməməzliklərdən biri hal-hazırda bölgələrdə daha çox tələb olunan kadr çatışmamazlığı və ixtisaslı tibbi xidmət vermə potensialının az olmaqdır. Çox maraqlı bir məqama gəldiniz. Nədən gənc həkimlər daha çox megapolisdə çalışmağa üstünlük verir? Nədən bölgələrə gənc həkimlərin ixtisaslı, tanınmış, məşhurlaşmış gənc həkimlər bölgələrdə işləməyə maraqlı deyirlər və onları bu istiqamətdə maraqlı etmək üçün hansı addımlara ehtiyac var sizcə? Birincisi, müxtəlif ixtisas həkimlərin lazım olan maddi-texniki baza. Maddi-texniki baza təmin olunarsa, düşünürəm ki, bir çox ixtisas həkimlər bölgələrdə çalışmaq istəyir. Aziz müəllim, sizin çalışdığınız sahə ilə bağlı birbaşa sual vermək istəyirəm. Yəni səhiyyə müəssisəsinin effektiv idarə olunmasında əsas prinsiplər nədən ibarətdir? Səhiyyə müəssisəsinin effektiv idarə olunmasında prinsiplər deyəndə, burada bu mövzu mənə daha çox rahatdır. Çünki birinci ixtisasdan həkim, ikinci ixtisasdan idarəçiyəm. Bilirsiniz, bir həkimə bu sualı versək, onun üçün əsas prioritet xəstəsinin sağalmağıdır. Doğru. Xəstəsinin sağalmağıdır. Bir idarəçiyə bu suala versək, sırf idarəçi, yəni bu və ya digər formada tibbi təhsili olmayan idarəçiyə bu sualı versək, o zaman onun üçün maddi qazanc, resursların düzgün idarə olunmasıdır. Mənim kimi ikisi birində cəmlənmiş bir insana sual versəksə, mənim üçün mövzu daha qəlizdir. Nədən qəlizdir? Yəni mən həm həkim kimi, həm idarəçi kimi düşünməyə məcburum. Bu məndən nə tələb eləyir? Bu başda sadalağanımız kimi xəstənin kliniki sağalmasından başlamış xəstə məmnuniyyəti və üçüncü mərhələdə klinikanın maddi resurslarının idarə olunması və yekunda bir özəl müəssisənin maddi qazanc əldə etməsi. Bu bir qədər kobud görünə bilər, amma yekunda bura bir tibb müəssisəsi, bir biznes qurumudur və nəticədə bütün tərəflər məmnun qalmalıdır. Yəni, 3 tərəf varsa, xəstə, həkim və sahibkar tərəf varsa, hər 3 tərəf məmnun qalmalıdır ki, bu tibb müəssisəsi uğurla fəaliyyətini davam etdirə bilsin. Doktor, bəs dövlət və özəl tibb sektorunun idarə olunmasında fərqlər varmı? Təbii ki, dövlət müəssisələrinin resursları daha çoxdur. Mali resursları, mənəvi resursları daha çoxdur. Kadr potensialı, yəni əslində düzgün idarə olunma halında kadr potensialı da daha genişdir. Maddi-texniki bazası da daha geniş ola bilər. Yəni düzgün idarəçilik halında situasiyasından söhbət gedir. Özəl müəssisələrin bu mövzuda üstünlüyü o halda yaranır ki, belə deyim, özəl müəssisədə bir, hədəf kütləsini düzgün seçə, 2, kadr potensialını düzgün idarə eləyə və tək idarə eləməklə deyil, düzgün motivə eləyə. Bəli. Düzgün motivə eləyə. 3,
yekunda mali resurslarını düzgün idarə edir. Anlata bildimmi? Yəni özəl müəssisənin qaynağı yalnız və yalnız onun satışlarıdır. Bəli. Satışlar burada təbii ki, dırnaq arasında həkim potensialı və onun qarşılığında gələn xəstə potensialı. Dövlət müəssisələri bu baxımdan daha şanslıdırlar. Nədən? Çünki yekunda xüsusilə də indiki dövrdə icbari sığortanın çalışdığı dönəmdə vətəndaşlar birmənalı olaraq birinci instansiya müraciət instansiyası olaraq özəl müəssisələr, üzr istəyirəm, dövlət müəssisələrini seçirlər. Orada ala bilmədikləri tibbi xidmətdə və yaxud hər hansı bir digər səbəblərdən məcbur olub özəl sektora müraciət edirlər. Doktor, siz həkimsiniz, eyni zamanda idarəçisiniz, hətta tibbi sahədə elmi müdafiəniz də var, tibbi fəlsəfə doktorusunuz. Maraqlıdır, ümumiyyətlə özəl sektorda klinika rəhbərləri, bəlkə dövlət sektorunda da idarəçi mütləq həkim olmalıdırmı və ya onun heç bir əhəmiyyəti yoxdur? Necə düşünürsünüz? Qanunla nizamlanan hal-hazırki təyinatlarda, bundan əvvəlki təyinatlarda dövlət müəssisələrində bütün birinci instansiya rəhbərləri, idarəçilər, direktorlar və baş həkimlər, direktorlar, səhiyyə üzrə müavinləri, bunlar hamısı tibbi ixtisasdan gələn insanlar, yəni həkimlərdir. Bəli. Həkimlərdir və %90 deyərdim özəl müəssisələrdə də bir ikisi istisna olmaqla hamısında aparıcı rollar idarəçilər, həkimlər. Anladım. Fikrinizcə hansı daha effektivdir? Təbii ki, həkim olması. Aydındır. Doktor, təşəkkür edirəm. Vaxt ayırdınız və suallarımızı cavablandırdınız. Minnətdaram sizə. Bu qədər dəyərli izləyicilərimiz, zamanımızın ən aktual mövzuları ilə növbəti proqramlarda sizinlə görüşmək ümidi ilə ayrılırıq. Salamat qalın.